Salam hörmətli izləyicilər, vaxtınız xeyirli olsun. May ayının 24-də Ordubad rayonunun Tiri kəndində əsl yaz havası. Dünən də hava yaxşı idi. Bir gün isti olmaqla maçlar hamısı göyərdi. Əkdiyimiz xiyarlar da çıxıb, fitilləri qısıl qoymamaq lazım. Bu ara suyumuz kəsilib. Suyu qırmaq lazımdır. Bir həftə suyu yubatdım bağa baxçıya. Ondan sonra su da azalır, çatdırıb suvara da bilmək. Havada sərin bir meyh var, Ayhan da canı dildən işləyir. Gecəndən mən durub bitirəm, Ayhan biraz gec oyanır. İçdiyim otları tutun dibindən dırmıqlayıb kənara çəkməlidir günəvər yeri həm də ki. İçilən ot yerdən qaldırılmasa hər tərəfi qurumur. Üst quruyur, aşağı tərəfi bir həftə gözləyirsən, sonra gəlirsən ki, küflənib. Çox gözəl, canı dildən işləyir. Ancaq Ayhanı mutsuz görürəm. Salam. Komin sava. Salam deyəm. Niyə səni mutsuz görürəm? O gün bundan yaxşı həvəsən işləyirdin. Tut yemiş bülbülə dönmüsən. Bilmirəm bax. Bir fərq hiss edəmirəm. Bülbül tut yeyəndə nəyə görə susqun olur, mutsuz olur, bilirsən? Şirindir deyə. Şirindir deyə meylim bağlayır. Deyəsən. Şirinliyin mutsuzluğuna nə əlaqəsi? Bəlkə bilirsən, demək istəmirsən. Yadından çıxdı. Bilirdin. Birinci hansı meyvə yetişir kətdə? Gilas, gilanar. Onlar yetişir, sonra qurtlanır. Bir değişik əmələ gəlir gilasın ya gilanların böyründən. İçində də şirin nektar. O başlayır turşumağa, spirtləşməyə. Tərkibində alkol olur. Bülbül də ondan yedikcə alkolun təsirindən nəşələnir, başlayır oxumağa. O soğuşandan sonra məcbur qalıb tut yeyir. Tutun qabı yoxdur, elə bir şey ola bilməz. Ona görə mutsuzluq başlayır. Deyir, ay nəşəli günlərim vardı. Ona görə tut yemiş bülbül kimi nəşən azalıb deyəsən. Anlatabildim? Nə qədər iş planlaşdırmısan? Plansız iş adamı mutsuz edir. Bu tutun altı. O da ola bilər. Mən də özümü çox allatmışam. İşə başlayıb demişəm, biraz işləyəcəm. Həvəslənib işin çox hissəsini görmüşəm. Bəzən də demişəm, çox iş görəcəm. Biraz işləyib həvəsdən düşüb aləti atıb qaçmış. Ona səbəb bəzən yorğunluq olur, bəzən alətin kütlüyü. Həmişə adam formda olmur, yaxşı işləmək olmur. Dünən bugündən yaxşı işləyirdim. Bugün biraz düşmüşəm. Böyrə yerlərə getdim. Diskin də bəzi almaz işləri töküldü. Ona görə yaxşı bişmədi. Deyəsən, o almaz disklər ancaq həmən yerlər üçündür. Bizdə hər yer böyrə, kötüyə dəyir, daşa dəyir, səfərin siminə ilişir. O qədər məharətlə işləmək lazımdır ki, həmin fəsadları minimuma yendirəsən. Bugün sənə yeni bir görəv verirəm. Tutlar yetişəcək çıxmaq üçün hərəsinə bir pilləkən düzəldə bilərsən. Hərəsinə ayrı-ayrı.
Hərəsinin ayrı-ayrı 5 tutumuz var, 5 pilləşən olmalıdır. Götürmək olar. 5'in yoxsa biri? 5'in də. Sən deyəsən Newton kimi işləmək istəyirsən. Newton da həmişə elmlə məşğul olmuş, bir pişiyi varmış. Pişiyinin də 2 balası. Pişik çölə bayıra gedəndə qapını cırmaqlayıb onu işdən soydurmur. Ona görə qapıdan 3 dənə deşik açır. Birindən pişik çıxsın, o birindən də balaları. İndi sən 5 tuta 5 pillə ki, onu niyə düzəldirsən? Bir Sən dənəsini dedin deyə. götürüb o birlərə də qoyub çıxmaq olar da. Sən dedin deyə. Mən səni yoxlamaq istəyirdim, görüm Newton aldasan. Hər dahilində çatışmayan cəhətləri var. Elə primitiv şeyləri düşünmürmüşdü. O deyir, tez deşikləri açım, gedirəm kalkulus çalışmağa. Söhbət Newtondan düşmüşsən, onun kaprizlərindən də danışaq. O vaxt Kral Akademiyasının prezidentiymiş, eləymiş. O kalkulus üzərində çox işləyir, ancaq nəşr elətdirməmişmiş. Bir gün o ayılır, görür ki, artıq qəzetlərdə, elmi qəzet jurnallarda məqalə çıxır. Kim olsa yaxşıdır? Leibniz. Leibniz kalkulusu kəşf eləyib. Newton da yazmışmış. Çox acığına gəlir. Leibnizə deyir ki, sən mənim kəşfimi uğurlamısın. İş gedir, çıxır məhkəməyə. Deyirlər ki, yaxşı, gəlin səsə qoyaq da akademiyada. Səs çoxluğu kimin tərəfində olsun, o kəşf edir. İnsanlar Leibnizə səs verir, yoxsa prezidentiymiş, təsiri böyüymüş. Əksər hissəsi deyir ki, bir Newtonundan da. Zaman göstərdi ki, ikisi də bir-birindən asılı olmayaraq kalkulusu, yəni integralı kəşf eləmişdir. İnsanlığın işini çox asanlaşdırır. Ancaq indi biz Leibnizin simvollarını istifadə edirik. Newtoncular fərqliymiş. Bizdə universitetdə öyrədirlər. Leibniz, Newtonda simvolları əslində fərqi yoxdur. Həsən keçər, yoxsa keçələr. Ancaq Leibnizin ki, məsələn, çox böyüklərdə. Çox böyük işlətməyəsən, ancaq məsələn, işlətsən 100-cü tərəməsi. Newtonun içində 100 dənə nöqtə qoymalısın. Leibnizin ki, necədir? Yazırsan 100 yazırsan. D isti 100, vuraq F2, bölək D T isti 100. Sonra başqa eylərində var idi. D, F, Fx. Desən o da eylərində idi. Onlar da bəlkə simvollar daxil edib, ancaq integralın, kalkulusun kəşfi bu iki adamın adı ilə bağlıdır. Bəli. Praktikada nə işə yarayır integral? Elə belə sıradan simvoldur, nəsə tənli həll edirsən, qutardı, bitdi. Yox. Dəyişənlərə Həcmin hesablanmasını asanlaşdırır. İstənilən bir hərəkət tənlini integrala gətirmək olur. Məsələn, bir çənimiz var, 20 ton su tutur. Üstünə bir kran taxır. Və yaxud da axmır, aşağıda bir krant var. Dolalandan sonra açıb buraxırsan. Suyun təzyiqi azaldığına görə krantdan çıxan suyun həcmi də az olacaq. Bunu elə belə primitiv üsullarını hesablamaq mümkün deyil. Gərək integrala gətirəsən ki, orada fərq yaranar. Təzyiq fərqi də varsa, deməli, su fərqi də yaranacaq orada. Daha dəqiq hesablayırsan və yaxud külənin həzmi. Bilirəm bir şey. Deyəsən, mən səni çalışmağa yuvadıram. Yox. 10 dəqiqə işləyəcəkdinsə, mən burada olsam, yarım saat işləyəsin. Papağın da ilişdi, qaldı qanatda. Mənlə eyni ortamda olmaq çox çətindir. Niyə? Evdə olsam deyəcəm ki, dərs çalış. Çöldə olsam deyəcəm ki, işlə. Heç bir iş olmasa deyəcəm, gəl gedək video çəkək, müsahibə ver. Xeyri tərəfi var, yoxsa həmişə ziyanlıdır? Xeyirlidir. Boş-boş oturacağıma bir iş görürəm.
Oğul, sözlərimə yaxşı qulaq as, ata nəsihəti faydasız olmaz. Nizami Gəncəvi oğluma nəsihətdə də elə demişdi, bir insan əli boş gəzməsin gərək. Kamil bir palancı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Çox uzaq aparsın, ha. İş sənin də özün yollursan. Elə ancaq kərdinin kənarına çəkə bilərdin. Çək qurusun, yerdə küflənməsin. Uzaqda olsun, gözümüzü. Həm də su varkən bir dəfə də bağı baxsanı sulayaq. Belə görürəm, iyun ayının ortalarından suyumuz gəlməyəcək. Əkdiyimiz azacıq kərdiləri suvara bilsə, böyük şeydir. Xiyarlar düymələnib, düzüldü arxın yaxasını. Baxın, görürəm, söhbətə meyillisən. Mən belə bilsəydim, daha böyük paket götürərdim beyrək demişkən. İşi çox səlqəli görürsən. Maşallah olsun sənə. Mən şokduyuram. Elə işi görənlərə bizdə peti iş görürsən deyilir. Bəlkə peti bir adammış, o pinti iş görürmüş, hamın ondan müqayisə edirlər. Əslində, bu tutun dibindəki pöhrələri bir dəfə biçmək istəyirəm. İndi biçsəm, bir aydan sonra yenidən biçəcəm. Həmin pöhrələr də biraz boy sürəcək, ilişəcək adamın əl-ayağına. Bizə disk alıb dərindən, torpaq səviyyəsindən biçib verəcəyi nəzirgisi. Gəl yaxına, tutun dibindən çək mənə tərəf bunları. Tutun dibi kölgədir. Həm yerdən qalxsın, həm də tez qurusun götürək. Məncə yağışlar da gələ bilər. Həmişə iyun ayının əvvəlində biçirəm buranı. Bu bağın otu həmişə yağışa düşüb. Bəlkə bu il düşməyə ki, biraz tez biçmişəm. Havada yağıntı olmayanda məhəllə cəmaatı deyir ki, bu bağın otun biç. Nə laylıyır? Nəm tərəfini də üst tərəfə qoy. Əsas odur, yerdən qaldırdınsa, otun arasına hava geçdi, qoruyacaq. Dünən araşdırdım ki, bu tutlar səndən yaxşıdır. 2006-cı ildə əkmiş, 8 dənə ağac idi. 2 dənəsi qurudu, bir dənəsinin küləyi aşırdı, kərdi yerində əkmişdik. Suvarmışdıq, dibi yumuşaq idi, axşam da möhkəm küləy əsdi. İndi nə sözün, dərdin varsa bu tutlara deyə bilərsən, səndən yaxşıdır. Sağ olun, hörmətli izləyicilər, növbəti videolarda görüşərik. Ayxana biraz kömək edeyim, könülsüz işləyir. Sağ olun. Səsin gəlir bura, sağ olun deyirsən. Gəlir. Məndə də səndəki mikrofondan olsaydı səsim elə gör çıxardı. Var. Sağ olun.